Əziz şagirdlərim, bugün də mən sizin üçün möhtəşəm bir sualın izahını çəkəcəm. Deməli, bizə nə verib? X bərabərdir 4 üzərinə gəlinsin. 3-cü dərəcədən kök altında 3. Aşağıdan da x çıxılsın 5-in kubu, üstə gəl 3 vurulsun x çıxılsın 5-in kvadratı, plus 3 vurulsun x çıxılsın 5, üstə gəlsin 1. Mən baxıram ki, bu ifadə kublar düsturuna oxşuyur. Yəni, kublar düsturunun açılışıdır. Yəni, mən burada x çıxılsın 5, üstə gəl 1-in kuba yüksəltsəm, yəni bizim bu düsturumuz alınır. Buradan da x çıxılsın 4-ün kubu bərabərdir. İndi bunu saxlayaq, keçək bizim bu ifadəmizə. Burada mən 4-ü keçirsəm bərabərlikdən sol tərəfə, deməli, almış olaram 3-cü dərəcədən 3. Və bu ifadədən mən hər tərəfi kuba yüksəltsəm və aparıb bu ifadəni, bax, buradakı ifadənin eynidir. Aparıb yerinə bunu yazsam, yəni 3-cü dərəcədən 3-ü kuba yüksəltsəm, almış olaram, kubla kök gedir, qalır 3. Deməli, mənim ifadəmin qiyməti oldu 3.